Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Hazırda Günəşdə baş verən M1.1 alışmaları hesabına aktivlik aşağı R1 səviyyədədir. Bakı Dövlət Universitetinin Fizika Fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə Günəş səthində aktiv oblastlar hesabına bugün və sabah 10-cu sinif alışmalarının olması ehtimal olunur. Qeyd olunub ki, baş verən alışmalar planetlər arası zərbə dalğası yaradır. Planetlər arası maqnit sahəsi bir neçə dəfə artıb. Yaranan Günəş küləyinin sürəti isə minimal olub. Bugün Günəş küləyinin artması gözlənilir. Bunun yanvarın 18-də Günəşdən ayrılacaq tac kütlə atılması TK hesabına olduğu ehtimal olunur. TK'nın təsiri yanvarın 21-22-sində kəskin azalacaq. 22-si günün sonunda Günəş küləyi parametrləri normal səviyyəyə gələcək. Qeyri-maqnit sahə bugün aktiv G1, G2 mülayim orta səviyyədə olacaq. Sabah qeyri-maqnit sahə normallaşacaq. Yanvarın 22-sində stasionar hala gələcək. Bugün qeyri-maqnit qasırğanın gücünü göstərən QP əmsalı 5-7 G1, G2, sonraki tarixlərdə 4 və daha aşağı olacaq.